İstirahət etdiyiniz halda belə özünüzü daim yorğun, halsız və motivasiyasız hiss edirsiniz. Səhərlər yuxudan doymamış oyanır, gün ərzində enerjinizi toplamaqda çətinlik çəkirsiniz. Mütəxəssislər bildirir ki, bu hallar sadə yorğunluq deyil, xroniki yorğunluq sindromu ola bilər. Xroniki yorğunluq fiziki gücsüzlükdən daha çox emosional və zehni tükənmə ilə müşayiət olunur. İş həyatının gərgin ritmi, davamlı stres və qeyri-kafi istirahət bu sindromun əsas səbəbləri sırasındadır. Mütəxəssislər bu problemin fiziki, psixoloji və qidalanma ilə bağlı səbəblər ola biləcəyini bildirirlər. Fitoterapevt Elnur Eldaroğlu xroniki yorğunluğun bəzi hallarda anemiya və hormonal pozuntular kimi səbəblərdən qaynaqlandığını deyir. O, enerjini artırmaq üçün təbii bir qarışım da tövsiyə etdi. Dəmir, xüsusilə davamlı anemiyası olan, yəni qan azlığı olan insanlarda xroniki yorğunluq, hətta təngi nəfəslik, halsızlıq və ümumiyyətlə gücsüzlük yarana bilir. Bəzi hormonal xəstəliklərdə də, xüsusilə qalxana bənzər vəznin daha az işləməsi zamanı insanda xroniki yorğunluq yarana bilər. Təbii ki, buraya aktiv həyat tərzi, normal yuxu rejimi və qidalanma təsir göstərir. Götürülür keçbuynuzlu meyvəsini toz halına götürün, 100 qram. 100 qram buğda cücərtisi toz halına salın, 100 qram balqabaq toxumunu toz halına salın, ağ küncüt toxumunu 100 qram götürüb toz halına salın, bir də çiçək tozu, o da 100 qram. Bütün bu 100 qram olan məhsulları götürün, 1 kiloqramlıq bala qarışdırın və gündə 2 dəfə yeməkdən sonra və yaxud da yemək vaxtı bir desert qaşığı yeyə bilərsiniz.